Salam əziz 6-cı sinif şagirdləri, hər vaxtınız xeyir olsun. Biz bu günlər sizdən Sadiq Dost mətninin izahına baxmağa çalışacağıq. İzaha keçməmişdən əvvəl kanala abunə olun və dərslərimiz haqqında məlumat almaq istəsəniz də 050 745 85 97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Yəqin ki, hər kəs mətni oxuyub, mətni oxumayanlar da mətni oxuyur və gəlir bizimlə birlikdə izahlarına baxır. Deməli, birinci sual burada qaldı. Başda. Dostlar arasında münasibətlər necə olmalıdır? Oxuduğunuz əsərdə nümunələri gətirmişdir, fikrinizi əsaslandırın. Dostlar arasında münasibətlər uşaqlar qarşılıqlı şəkildə olmalıdır. Yəni, qarşılıqlı hörmət, qarşılıqlı yaxşılıq, qarşılıqlı sadiqlik formasında olmalıdır. Mətndə görürük ki, Hans çox ali cənabdır, hər şeyin dostluğunu da fəda eləməyə hazırdır. Hüquq isə əksinə olaraq onun hər şeyindən istifadə eləməyə hazırdır və bacardığı qədər edir. Amma heç nəyin ona fəda eləmir. Bu isə artıq ədalətli deyil. Deməli, birinci suala bu cür cavablandırırız. Sonra baxaq 2-yə. İzahlara əsasən aşağıdakı sözlərin mənasını təxmin edin. Lüğət vasitəsilə dəqiqləşdirin. Bu sözləri obrazın davranışlarıyla əlaqələndirin. Sui-istifadə uşaqlar öz məqsədi, öz niyyəti uğruna başqalarından pis mənada, pis niyyətindən istifadə eləməkdir. Altruist öz mənafeyinə zidd olsa belə başqaları uğruna hər şeyin fəda eləməlidir. Egoist isə özünü düşünmək, öz mənafeyini hər kəsdən üstün tutmaq deməkdir. Belə. Obrazların davranışı ilə əlaqədir. Sui-istifadə eləyən, egoist olan dəyirmançıdır. Hansdan istifadə edir, egoistdir. Öz mənafeyinə görə, öz işlərinə görə hansı deyək ki, orta halda xərcləyir də. Altruist isə, yəni özünə zidd olsa belə, yəni özünə uyğun olmasa belə başqalarını incitməmək üçün nələrsə eləmə. Bu isə Hansa aiddir. Gördüyümüz kimi hüququn yolunda hər şey edir. C-də nə deyir? Mətnin məzmununa aid suallara cavab verin. Hans kim idi? Hans deməli cavan oğlan idi, kasıb oğlan idi. Günü bağçada işləməklə, öz bağçasında işləməklə keçirdi. Hüquq hansı işin sahibidir? Hüquq dəyirmançı idi. Hans nə üçün qış fəslində əziyyət çəkirdi? Çünki kasıb idi, yeməyə almağa pulu yox idi, isinmək üçün özünü təmin eləməyə ləvazimatları yox idi, soyuqdan, acılıqdan əziyyət çəkirdi. Hans ehtiyacdan nələr satmışdı? Əl arabası ilə gümüş düymələr. C-yə baxırıq. Hüquq əl arabasının müqabilində Hansdan nə istədi? Birinci ondan bir dəstə, daha doğrusu bir səbət gül istəyir. Hüququn tapşırıqlarının mətndəki arzulara uyğun olaraq sadalayın. Birinci bir dəstə gül istəyir. Sonra onun bir kisə unun aparıb bazalarda satmağını istəyir. Sonra anbarının dam örtüyünü düzəltməyini istəyir. Sonra da oğlu xəstə olduğu üçün onun dalınca həkimə getmək istəyir. Sonra baxırıq 2-aya. Atalar sözlərində ifadə olunan fikirlər hansı epizodlarla öz təsdiqini tapır? Mətndə müvafiq epizodları nəqd etməklə fikrinizi əsaslandırın. Dost yolunda boran olar, qar olar. Deməli, bu mətndə necə əlaqəlidir? Dost yolunda boran olar, qar olar. Həqiqətən də bu mətndən götürülmüş fikirdir. Bunu kimi aid edə bilərik? Hansa? Hansın həqiqətən də dostu yolunda boranlı, qarlı, məcazi mənada boranlı, qarlı və sözün həqiqi mənasında da axırda boranlı, qarlı günlər olur. Deməli, günləri məhv olur, gülləri havaya yerə dostu üçün gedir. Yağışda, tufanda, boranda sonda gedir, torf bataqlığına düşür, ölür. Heç nə yerə dostunun öz işləri qala-qala dostunun gedir, işini görür, anbarını təmin edir, onun satır, əziyyət çəkir. Amma hüquq onun əksinə olaraq bunu artıq məcazi mənada hüquqa aid edə bilər. Hüquq ondan sadəcə istifadə edir. Dost dostu dar gündən sınayar. Bunu məsələn Hansa aid eləsək, Hans bu sınaqdan çıxır. Dar gündə gəlir, o tufanda
öz yerinə onu göndərir, həkim dalınca gedir. Amma onun dar günündə, qışda acılıqdan, susuzluqdan öləndə bu dəyirmançı onun ətrafında tanınmır. O isə bu sınaqdan çıxmır. Dostum, səninlə pulun qurtarınacaq. Bunu da yenə hüquqla, yəni o dəyirmançı ilə əlaqələndirə bilərik. Pulun qurtarmaq orada məcazi mənadadır. Yəni hansının əlində nə varsa maddi mənəvi alıb qurtarana qədər onun yanında olur. Hətta son anda onun canını belə alıb ondan sonra ondan əl çəkir. Belə. Yəni güllərini alır, özünü işlədir, anbarını təmin etdirir, unu satdırır, yağışda, tufanda həkimi dayıca göndərir, hər şeyin alına qədər ondan əl çəkmir. B-də. Mətndən dəyirmançının oğlu ilə söhbətini bir daha oxuyun. Dəyirmançının və oğlunun fikirlərinə münasibət bildirin. O deyir ki, ata onun yeməyi yoxdursa mən öz sıyığımdan ora verə bilərəm. Bu ona qışqırır ki, sən axmaqsan, sən məktəbdə dərs keçməyiblər. Nə bilim o bizə gəlsə paxıllılığı tutar, bizim istəyiməyimizi, yuvamızı görər. Mən də onun paxıl olmağını istəmirəm filan. Mən onu qorumalıyam, nəzarət etməliyəm deyir ona. Amma əslində burada onun sözləri hamısı mənfi mənadadır. Əslində burada müsbət başa düşülə biləcək oğlanın sözü. Yəni uşağın ürəyi daha çox yanır. Bu dost deyən dəyirmançıdan fərqli olaraq onun oğlunun ürəyi hansısa daha çox yanır. Hansının azlıqdan, soyuqdan əziyyət çəkməyi bunun vəzinə deyir. Onu gətirərəm paxıllığı tutar. Bu sanki bunu belə qoruyur, dırnaq arası. Amma oğlu isə yəni o acısa deyir, mən öz sıyığımı bölüb ona verə bilərəm. Bu isə dürüst olan, sadiq olan dəyirmançının oğludur. C-də obrazların nitqindən çıxış edərək onların xarakterinə münasibət bildirin. Davranışları sən mətnin ideyası müəyyənləşdir. Obrazların nitqindən, hansı nitqindən onun necə sadəlövh, sadiq, dürüst biri olduğunu görürük. Hüququn nitqindən onun necə xəyanətkar, necə ikiyüzlü, necə istifadəçi olduğunu görürük. Pis niyyətlə. Mətnin ideyasında nə ola bilər? Məsələn, dost dar gündə tanınır. C-də atalar sözlərindən istifadə etməklə hansı məsləhətlər verir? Dost dar gündə, yox, daha doğrusu dost dosta tən gərək, tən olmasa gen gərək. Dost arası pak gərək. Dost dostun eybini üzünə deyər. Dost örtül bazar, dost ol bazar. Baxın, dost dosta tən gərək. Hans gərək hansı məsləhətlər verməyimizi istəyir? Hans bilməliydi ki, mənim çətin günümdə, ac, soyuqdan əziyyət çəkdiyim gündə o məndən tən yanımda deyilsə, o deməli məndən dost ola bilməz. Aramız təmiz olmalı deyir, dostun arası pak olmalı. Görür ki, onların arası pak deyil, təmiz deyil, ancaq o bundan istifadə edir, ancaq bu onun üçün nə varsa edir. O isə bunun üçün sınıq arabasını belə hələ gətirib vermir. Verəcəm deyə onun əlindən hər şeyini alır. O onu başa düşməlidir. Dost dostun eybini üzünə deyər. Bunları deyək ki, bəlkə də vaxtında onun üzünə vursaydı, onun üzünə desəydi, o ya başa düşüb düzələcəkdi, ya da utanıb deyək ki, geri çəkiləcəkdi. Örtülü bazar, dostluq bazar. O da deyir, mən sənə araba verəcəm, araba verəcəm, araba verəcəm. Amma ortada heç nə yoxdur. Bilinmir, yəni. Bu açıq aydın gətirib ver. Ondan sonra nəsə istədin ən azından. O belə yanlış hərəkətdir, amma onun araba verəcəm deyə elədiyi artıq dostluğu pozur, yox, o hansının həyatını pozur, hansının həyatının sonlanmağına gətirib çıxarır onun boynuna qoyduğu haqq. Deyil də, sizcə hansının aqibətinin belə faciələri olmasında kim günahkar idi? Özü yoxsa hüquq? Əslində, baxın, bura müstəqil fikir bildirə bilərsən. Mənim fikrimcə hüquq günahkar idi. Hansının niyyəti tamamilə səhvdir, o dostuna inanır, o dostu üçün hər şey edir. Dostun da onun üçün hər şey eləyəcəyini düşünür. Əslində, dostluğun belə olacağına, olmalı olduğuna inanır. Hüquq günahkar idi, çünki ondan istifadə edir, onu öz mənafə yolunda onun hər şeyini əlindən alır. Sonda da onu işıqsız, fənərsiz qoyaraq gecə bataqlıda batıb ölməyinə səbəb olur. E-də sadiq dost mətnində hansla hüquq arasında açıq qarşıdurma yoxdur. Obrazların xarakterindən çıxış edərək əsərdə konflikti izah edin. Bəli, onlar arasında mübarizə yoxdur. Əslində onlar dostdular. Amma bu altdan mənəvi olaraq buradan mübarizə gedir. Çünki biri sadiqliyi, dürüstlüyü, digəri isə ikiyüzlüyü, egoistliyi, yalançılığı təmsil edir. Konflikt, yəni problem nə ola bilər?
Bir tərəfdə alicənablıq, sadəlövhlük, sadiqlik, digər tərəfdə isə hiyləgərlik, acgözlülük, sui-istifadəlik və s. Bu iki anlayışlar qarşı-qarşıya qoyulur. Ədə sadiq dost mətnində müəllif haqs və hüquqa öz münasibətini ifadə edirmi? Bəs oxucuda bu xarakterlərə münasibət formalaşmaq üçün müəllif hansı vasitələrdən istifadə edir? Öz münasibətini ifadə edir, bəli, elə onları öz dilləri ilə danışdıraraq, onların xarakterini ortaya qoyaraq öz münasibətini ifadə edir. Elə hüququ da açır ortaya qoyur, bu belə biridir. Hansı da açır ortaya qoyur xarakterini, bu belə biridir. Münasibətin belə bildirir, onların xarakterini ortaya qoyaraq. Oxucuda xarakterlə münasibət formalaşdırmaq üçün hansı vasitələrdən istifadə edir? Baxın, hansı vasitələrdən istifadə edir? Məsələn, kinayədən istifadə edir. Elə mətnin adını sadiq dost qoyaraq, əslində sadiq dost daha, yəni bir-biri ilə can deyib, can eşidən bir-birinin yolunda hər şey ifadə edir. Amma əksinə görürük ki, burada hüquq tamamilə sadiqlikdən uzaq. Burada kinayədən istifadə edə bilər. Təzaddan istifadə edib deyə bilər. Yəni kinayə nədir? Sadiq dost mətnin sətr altı istifadə edib. Təzad odur ki, orada sadiqlik var mətnin adında, amma mətnin içərisində, əhvalatın içərisində sadiqliyin əksidir tamamilə. Sonra F-də mətndən verilmiş cümləni oxuyun. Hansının dostları çox idi, ancaq onların içərisində ən sadiq dəyirmançı hüquq idi. Bax, ən sadiq dəyirmançı hüquq deyərək kinayədən istifadə edib. Kinayə nədir? Kontekstə görə əks mənada başa düşülən fikir, istehza, ironiya deməkdir. Müəllif tənqid etmək istədiyi obrazı birbaşa ifşa etmək əvəzinə tərifləməklə oxucuda ona qarşı mənfi münasibət yaradır. Bax, elə bu da hüquqa aiddir. Sizcə hüquq sadiq dost adlandırmaq olar, qətiyyən adlandırmaq olmaz, kinayə ilə adlandırmaq olar ancaq onu. Bəs dəyirmançı sadiq adlandırmaq müəllifin məqsədi nə idi? Deməli, oxucuda ona qarşı mənfi münasibət yaratmalı idi. Kinayədən istifadə edilməkdir. C-də cümlələrdəki kinayə ilə müəllif hansı fikri daha təsirli çatdırır? Bu cümlələr sizdə hüquq haqqında hansı fikir formalaşdırır? Doğrudan da hüquq hansı o qədər bağlanmış ki, bağçasının yanından uzaq dolu çək dərməmiş keçməzdi. Həddindən artıq əl-açıqlıq etdiyimi bilirəm. Çoxu əl arabamı sənə verdiyim üçün mənə axmaq deyəcək, amma mən hamı kimi ola bilmərəm. Zənnimcə dostluğun mahiyyəti alicənablıqdır. Bu mənim üçün ağır işidir. Demək olar ki, onu öz arabamı vermişdim. Əlbəttə çalışacağım ki, daha heç mi yaxşılıq etməyim, yoxsa sonunda əziyyətini çəkirsən. Deyir, hansı fikri, cümlədəki kinayə ilə müəllif hansı fikri daha təsirli çatdırır? Bu cümlələr sizdə hüquq haqqında hansı fikir formalaşdırır? Bizdə hüququn necə hiyləgər, əslində necə sadiqlikdən uzaq biri olduğunu, amma öz fikrində, öz dilində, öz düşüncəsində necə sadiq biri, özün necə sadiq, dürüst biri kimi gördüyün biz anlamış oluruq. Amma onun sırf ağzından çıxan cümlələr belə onun sadiqlikdən tamamilə uzaq olduğu fikrimizdə formalaşdırır. Kinayə daha təsirli hansı fikri çatdırır? Məsələn, bu. Deyir ki, həddindən artıq əl-açıqlıq etdiyimi bilirəm. Sınıq təkərlərin mili olmayan arabamı sənə verəcəm. Deyir, cəmaət mənə axmaq deyəcək. Amma zənnimcə dostluğun deyir, mahiyyəti ilə alicənablıqdır. 3A-da deyir, təsəvvür edin, Hans həkim dalınca getməyə etiraz edir. Həmin məqamdan etibarən mətnin sonluğunu dəyişməklə yenidən uşaqlar siz yazın bunu. Bu açıq sual, bunun cavabını siz verin. Mətnin videonun altında da bunun cavabını qeyd edin. Kimin doğru, kimin yanlış olduğuna münasibət bildirəcəm. Burada qrammatika testlərimiz var. Söz ortasında yanlış gələn samitlərin deyilişi və yazılışı. Münasibətlə nöqtənin yerinə n, hansında m yazılmalıdır? Şənbə, combine. Burada n, burada m. Ya yox, burada combine, şənbə, n. B, m samitlərindən əvvəl gələn n samitinin tələffüzü. Yadda saxlaya diqqət edək. Söz ortasında n samiti b, m samitlərindən əvvəl gəldikdə m kimi tələffüz olunur. Deməli, n, b, m-dan əvvəl gələndə n kimi tələffüz olunur. Məsələn, sünbül b-dan əvvəl gəlib n olur sünbül. Sönməz burada n, m-dan əvvəl gəlib olur sönməz. Dördündən biri səhv yazılıb. Tənbəl, bomba,
bomba, kombinat. Tənbəl, bomba. Burada səhv yazılan kombinatdır, kombinat olmalıdır. Zəmbil, simfoniya, çərşənbə, sinfoniya, zənbil, zənbil. Burada n olmalıdır. Lampa, günbəz, günbəz. Burada n olmalıdır, qumbara düzdür. Pambıq, mənbə, hambal, hambal. Panbığdır burada. Ne olmalıdır? Qoşa y ilə yazılan sözlərin tələffüzü. Deməli, qoşa y ilə yazılan sözlərin hissəti bir y ilə tələffüz olunur. Ərəfa sözlərində iyyat, iyyət, iyyə şəkilçilərindəki qoşa y samitləri bir y kimi tələffüz olunur. Məsələn, ədəbiyyat, burada iyyat şəkilcidir. Bir y ilə tələffüz olunur. Davamiyyət, iyyat burada şəkilcidir. Bir y ilə tələffüz olunur. Nəzəriyyə, iyyə burada şəkilcidir. Bir y ilə deyilir. Bəzi söz kökündəki qoşa y isə yazıldığı kimi tələffüz olunur. Məsələn, niyyət olduğu kimidir, səyyah olduğu kimidir. Deməli, qoşa y'lar uşaqlar söz kökündədir ki, o kökündədirsə olduğu kimi qalır. Şəkilcinin içindədirsə biri deyilir, biri düşür. Bəzi sözlərdə isə tək y ilə yazılır və tələffüz edilir. Yəni, tək y ilə yazılışı da tək y-dir, deyilişi də. Ehtiyatda tək y ilə yazılır, tək y ilə deyilir. C-də uyğun nöqtələrin yerinə qoşa y və yaxud da tək yazaraq sözləri tamamlayın. Tərbiyə, bir dənə y, saniyə, 2 dənə y, qabiliyyət, 2 dənə y, saniyədə bir dənə, tərbiyədə bir dənə, qabiliyyətdə 2 dənə, himayə, bir dənə, şəxsiyyət, 2 dənə, təxəyyül, 2 dənə, məsuliyyət, 2 dənə, tövsiyə, 2 dənə, xeyriyyə, 2 dənə, müəyyən, 2 dənə, təxliyə, bir dənə, səyyar, 2 dənə, qafiyə, bir dənə. Qoşa y ilə yazılır, bir y ilə tələffüz edilir, qoşa ilə yazılır. Deməli, bunların içərisindən də uşaqlar yazandan sonra bu sözlərin hansının qoşa y ilə yazılıb bir y ilə deyilənləri buraya yazacaqsınız. Qoşa y ilə yazılıb qoşa y ilə deyilənləri bura, bir y ilə yazılıb bir y ilə deyilənləri də bura. C-yə baxaq. Cümlələrdə səhv yazılmış sözləri müəyyən edib orfoqrafik normalara uyğun yazın. Əkinçi saxladığı toxumluq buğdanı anbara yığdı. Burada n olmalıdır, anbara. Komandir kəşfiyyata gedəcəklərini xəbər verdi. Burada 2 dənə y olmalıdır, kəşfiyyat. Qardaşımla mən anama ad günü hədiyyəsi. Burada da 2 dənə y olmalıdır. Seçdik. Ümumiləşdirici təkrardır. Bununla bağlı uşaqlar sualları ayrıca sizə eləyəcəm. Bu qədər.